İnsanı şeytana çevirən 7 mərhələ. Kim nəfsi istəklərlə məşğul olaraq Rəhman Allahı yada salmağa göz yumsa və nəticədə qəlbi körlaşsa, ona həmişə vəsvəsə etmək və azdırmaq üçün yoldaş və yaxın dost olan bir şeytan qoşarıq. Şübhəsiz həmin şeytanlar onları hər bir xeyir yoldan saxlayarlar və onlar doğru yolu tapmış olduqlarını güman edərlər. Zuhruf surəsi 36-37-ci ayələr. Şeytan insanı azdırmaq üçün addım-addım siyasət yürüdər. Birinci mərhələdə vəsvəsə edər. İkinci mərhələdə təmas bağlayır. Üçüncü mərhələdə qəlbinə nüfuz edib yer tapar. Dördüncü mərhələdə ruhunda qalıcı olar. Beşinci mərhələdə insanı öz ordusunun üzvü edər. Altıncı mərhələdə insanın rəhbəri olar. Yeddinci mərhələdə isə insan özü bir şeytana çevirilər. Hz. Əli əleyhissalam bu haqda buyurur. Şeytan insan ruhunda yumurta qoyar. Şeytanın hədəfi insanın kamilliyinə mane olmaqdır. Əlbəttə o, insanı bir işə məcbur edə bilməz. Onun işi bəzəmək və vəsvəsədir. Həqiqətən Allah sizə haqq vəd verdi. Onların hamısı gerçəkləşdi. Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım. Heç biri həyata keçmədi. Mənim dünyada sizin üzərinizdə sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz də mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə də siz mənim dadıma yetişənsiniz. Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən zalimlər üçün ağırlı bir əzab vardır. İbrahim surəsi 22-ci ayə. Şeytan nəfs-i əmmarə vasitəsilə insanı dəvət edər. Əslində bu nəfs-i əmmarə də şeytanın təlqini nəticəsində yaranmışdır. Əgər insan daxilən hazır olmazsa, şeytan nüfuz edə bilməz. Əgər insanın meyillərinə və nəfsani istəklərə nəzər salsaq, onun nə qədər çirkləndiyini və əxlaqi rəzilliyin hansı səviyyəsində olduğunu görə bilərik. Əlbəttə bu yolda şeytanın vəsvəsələri də təsirsiz qalmamışdır. Şeytan dünyanı insanın gözündə gözəlləşdirir və bəzəyir. Ona görə də Allah haqqındakı düşüncələri qəlbindən çıxardır. Allah buyurur, şeytan onlara hakim olub Allahı yad etməyi onlara unutturmuşdur. Onlar şeytanın firqəsidirlər. Agah ol ki, şeytan firqəsi həmin ziyankarlardır. Mücadilə surəsi 19-cu ayə. Ümumi olaraq demək olar ki, bütün şər işlər şeytana aiddir. O insanlar ki, şeytana qulluq edir, əslində özləri də şeytanın vəzifəsini yerinə yetirirlər. Allah Teala Quran-ı Kərimdə buyurur. O, şeytanın şərindən ki, insanların ürəklərinə vəsvəsə salır. İstər cinlərindən olsun, istərsə də insanlardan. Nəs surəsi 5-6-cı ayələr. Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Hz. Musa aleyhissalam əyləşmişdir ki, iblis onun yanına gəlir. Musa aleyhissalam buyurur, məni o günahdan xəbərdar et ki, əgər insan ona düçar olsa, sən həmin adama hakim olarsan. İblis deyir, nə zaman xudbin olsa və əməllərini böyük görsə, günahları gözündə kiçik görünər. Bizlərə 3 yol nişan verilir ki, əgər onun qapılarını bağlasaq, şeytan bizə hakim ola bilməz. Birinci yol xudbin olmaq. İkinci yol əməli böyük görmək. Üçüncü yol günahları kiçik görmək. Şeytan bəzən insanı vacib əməllərlə aldırar və hilələrinə elə libas geyindirər ki, sanki ilahi vacibatdırlar. Şeytan onların puç batil işlərini onlar üçün zinətləndirdi və o bu gündə onların və digər kafirlərin və müşriklərin yardımcısı və başçısıdır. Nəhl surəsi 63-cü ayə. İnsanın fitrəti pak olduğu üçün günaha düşər olmaq onun üçün çətindir. Hətta ilk əvvəl qeyri-mümkün görünür. Şeytan da bu həqiqətdən agah olduğu üçün öz taktikasını addım-addım yedirir. İnsanı kəbirə günaha hazırlayır və sonra da küfrə tərəf sürükləyir. O etdiyi günahları insanın gözündə kiçik cilvələndirir və əzab qorxusunu ona unutturur. Yavaş-yavaş öz ordusuna tərəf çəkməyə başlayır. Əgər şeytan nəticə əldə etməzsə, ümidini kəsməz və müqavimətinə davam edər. O zamana qədər ki, hədəfinə nail olar.
O zəhərləyicidir və nəhayət insanı ilan kimi zəhərləyib cəhənnəmə salar. Allah Teala bizləri şeytanın şərrindən qorusun. Amin.